Salam Avtobox izləyiciləri, hər birinizi xoş gördük. Bugünkü bölümümüzün qonağı Fəriddir. Fərid, xoş gəlmisən. Xoş gördük qardaş. Əziz izləyicilər, Fəridin çox əziyyət çəkilmiş, üstündə çox işdə görülmüş proyekti. Görürsünüz, yəni şəhərdə bu tanınır. Yəni çox eventlər, festivallar görmüsünüz yəqin ki. Və yeni proyekti 92 Kuza. Çox dəyişiklik olub üstündə. İnşallah videolarla özü məlumat verəcək bu haqda. Fərid, ilk sualımızdan belə başlayaq. Buyur. Avtomobil aləminə ilk addımın hardan başlayıb? Uşaqlıqdan maşın həvəskarı olmuşam. Elə daima kağız üzərində şəkillər çəkirdim. Özü də uşaqlıqdan elə tuning olunmuş maşınlar çəkirdim. Sonradan ilk dəfə öz şəxsi aldığım maşın elə arxada gördüyümüz 36-dır. Elə avtomobili alandan sonra çox dəyişikliklər eləmişəm üzərində. Düzdür, məndən qabaqki sahibi maşını bu rəng eləmişdi. Bundan sonra mən maşının bir çox hissəsini dəyişdim. Qabaq krilo, orijinal embuffer aldım. Kapot, panel, zayçik hamısını dəyişmişəm. Disklərdir. Sonra arxaya orijinal embuffer aldım. Stoplar 2 dəfə dəyişmişəm. Hal-hazırda üzərində olan stop ölkədə az saydadır. Əlavə olaraq sport qazan var maşında. Sonra maşını yenidən boyatmışam bir daha. Və restavrasiya işləridir. Restavrasiya işləri. Görülübdür. Əziz izləyicilər, deməli burada bir nüans var. Nüansa toxunmaq istəyirəm. Bu vaxt Fəridin qeyd etdiyi kimi orijinal embufferlər, arxa, qabaq bunlar hamısı biraz çox əziyyətli işlərdir. Çətin tapılır. Yəni elə detallar var ki, aylarla axtarmışıq. Söhbət yaxşı detaldan gedir. Yəni mən bir dənə M güzgünün orijinal tapmaq üçün 5-6 ay vaxt sərf elədim ona. Həm də ki, yaxşı malın da yaxşı qiyməti olur. Bəli, xərc tələb edir, hamısı şərtdir. Bir dəqiqə, yəni bazarda, mağazada bunların bu ferilərindən məsələsi var. Belə ki, avtomobillərin gəlir hal-hazırda var. Yəni almaq asandır. Getdin ucuz qiymətə aldın, qoydun, nə bilim düz gəlmir, onu kəsib doğrayıb düzəldib, yəni qoymaq olur mu avtomobil. Amma orijinal tapıb o pulu verib, onun üstünə ustanovka eləmək biraz əziyyətli işdir. Düzdür, görüntü olaraq hər hansı bir görüntüdə, videoda görürük məsəl üçün də, orada görürük ki, məsəl üçün üstündə var ujey, orada hər şey idealdır, amma onun arxasında əziyyəti heç kim görmür. Bəli. Biraz fərqli olur hər şey. Aylarla ölüxanalarda gəzirsən ki, bir maraqlı detal tapasan. Əli demişəm, 1500 çay içirsən sonra. Ya hardasa bütün gün tapazda yatırsan ki, görüm kim nə qoydu, maraqlı nə var. Orijinal təbii ki. Bəli, hamısı şərtdir. Çox şərtdir hamısı, vallahi onlar çox adama asan gəlir. Yəni hər kəs hazırını görür. Amma pərdə arxasındakı əziyyətləri heç kim görmür. Onu ümumiyyətlə yaşayanlar bilər. Bir də ki, ən çoxunu bilər ustalar. Yəni bizim əziyyətimiz onlar bilər. Fərid, bəs belə deyək də, sən maraqlı belə deyib giriş oldu, şəkillər çəkmirsən, o şeydən həvəs yaranıb, yəni daxil olmuşsan avtomobillərlə. Uşaqlıqdan həvəskar olmuşam. Həvəskar olmuşsan. Mənim maşın kolleksiyam da var evdə. Yəni orada bir 100-ə yaxın maşın var, uşaqlıqdan yığmışam. Elə onun üçün də yadımdadır 2013-cü ildə 92-nin modelkasını almışdım. Nə vaxtsa qismət olar. O qismət olar, inşallah bir gün də qismət olurdu. Gözümüzün önündə dayanır. Bir il əvvəl qismət oldu. Bəs Fərid, iki cür insan var da. Biri var, insan fikirləşir ki, avtomobillə ancaq A nöqtəsindən bir nöqtəyə getməyə fikirləşir. İnsanda var ki, avtomobili sevir. Sən görünüşü sevirsən. Bəs o tuning anlayışı var da, o anlayış hardan yarandı ki, mən maşını belə yığmalıyam? Normalde sən sərgəli sürə də bilərdin, yada bilərdin, nə bilim kaskatır, bunu sürə də bilərdin də. Yəni, o dediyim kimi, uşaqlıqda elə şəkil çəkəndə də tuning olmuş maşınlar çəkirdim, marağım var idi. Əslində heç bayaq da danışanda dedim, mən 36 həvəskarı olmamışam heç vaxt. Sadəcə olaraq ilk büdcəm ona çatdı, aldım. Sonra da biraz elə klublara qoşuldum, belə başladım ki, dəyişikliklər olsun ki, eventdə daha yaxşı görsün. Belə xəstələndik. Nədən xəstələndik? O BMW sürənlər xas olan bir şeydir. İlk çıxdığım festival elə Hyperdrive'ın ilk festivalı idi. Orada da qalib olmuşdum. Bununla da maraq yarandı, həm qrupa üzv olduq. Bir neçə festivallarda iştirak eləmişəm. Ümumiyyətlə cəmiyyətin marağı var da, yəni maşına, düzdürmü? Var, əlbəttə. Gəlirlər, kəsləşdirirlər, baxırlar. Çoxdur. Öz yaşından asılı olmayaraq, yolda gedəndə də, yəni görsən, ağsaqqal kişi də maraqla baxır, balaca uşaq da, orta yaşlı adam da. Reaksiya verirlər də təbii ki. Dayanırsan hardasa svetoforda falan,
salondan belə like atırlar. Da şəkil çəkirlər, video çəkirlər. O gözəl bir anlayışdır, özəl bir hissdir. Ümumiyyətlə avtomobildə kim əziyyət çəkirsə, onun əziyyəti qiymətləndirilirsə yollarda, hansısa bir eventlərdə, karmitlərdə məsələn o əziyyət qiymətləndirəndə insana xoş gəlir. İnsan onunla ruhu dincəlir. Yəni avtomobil yığanlar, tüngellər bu anlayışla yəni qarşılayırlar da belə şeyləri. Maraqlı şeylərdir, yəni eventlərdə. Yəni onda başa düşürsən ki, əziyyətin boşuna getmir. Bəs Fərid, belə deyim də, bu qədər əziyyət çəkmisən, xərc qoymusan, tamam fərqli eləmisən hər şeyi. Bəs sən bugünkü gün oturmusan, qurtarmısan deyə ki, maşın tamamlanıb da. Özünə oturub deyirsən məsələn dəydi buna. Yəni buna dəyib yoxsa yox? Peşmançılıq hissi mi deyim? Peşman olmamışam. Çünki istəmişəm eləmişəm də, yəni. Peşmançılıq hissi yoxdur. Bizdə bəzən olub nəsə deyirsən, o vaxt peşman olursan ki, yəni bu qədər əziyyət çəkib proyekt yığırsan, satmaq istəyəndə, yəni heç kimə maraqlı olmur, dəyər verilmir. Elə gəlir səndən 5-6 minlik maşınla eyni şeyə qoyur, yəni başa sala bilmirsən ki, sən onu alıb onsuz da yığsan bundan qat-qat başa gələcək. Onsuz biz satanda maşını dəyərindən qat-qat ucuz satırıq. Düz. Biraz adamı həvəsdən salan o şeylərdir ki, dəyər vermirlər. Dəyər verilmir. Düzdür, əziyyət çəkir amma dəyər verilmir. O yaralı yerimizdir bizim ki, o çox yəni adamı belə beyninin təsir göstərir. Başa sala bilmirsən ki, mən bunu Tayvanla yığmamışam, nə də 500 manat verib kraskalatmamışam. Yəni lakından tutmuş kraskasına kimi ən bahalısından. Ən bahalısından mənə hamısı puldur vallahi. Yəni gördüyümüz əslində belə deyək də, görüntü olaraq avtomobildə amma arxasında bunun belə deyək büdcə dayanır. Böyük büdcə olmasa ümumiyyətlə tuninqləməyə girmək də olur. Elementar bir şeydir. 36-ın benzin nasosu xarab olur, götürüb 0.15-ci qoyurlar. Yəni, biz elə yığmırıq da. Orijinal nədən alıb qoyurlar? Orijinal hamısı şərtdir onların, deyirlər belə amma nə bilim fərqli fikirlərdir də. Bəs Fərid, bugünkü gün də tuning eləyirlər maşınlar görürsən də. Tuning deməzdim. Çünki o yığılan maşınların görüntüsü də heç bizi qane eləmir. Sən özü də qane eləmir. Onlara nə fikir bildirə bilərsən ki, məsələn, bazar tuning deyək də, yəni massimo tuning eləyirlər maşınları. Yəni zövqlər fərqlidir, düzdür. Kiməsə xoş görünür, amma məsəl üçün necə deyim, bu 53 kuzu X5-ə götürürlər. Axırıncı X5-in faralarını yığırlar, mən onu bəyənmirəm. Yəni düzdür, bir ətək də pul tökürlər ona. Heç də yaxşı qalmır da, elə zavod məsləhət bilib nə cür buraxırsa o cür qalsa yaxşıdır. Məncə də çoruyurlar maşını. Tuning eləyiriksə maraqlı bir şey eləmək lazımdır. Yoxsa maşını yalandan difuzer yapışdır. Difuzerin böründən də bir dənə quruş tel çıxsın. Eybəcər görüntülər də şuruplarla bağlı eybəcər çox yaraşanı eləmək lazımdır. Ya elə zavod vəziyyətində sürsə ondan da yaxşıdır. Eventdə keçirilir, görürsən. Müəyyən yəni səncə inkişaf var bunlarda? Bəli. Çox inkişaf, irəliləyiş var da yəqin ki. Bəli. Var. Biz 3 il əvvəl bu qədər maraqlı deyildi də cəmaata. Daha doğrusu görmürdülər. İndi hər yerdə paylaşılır, amma öz balaca uşağı ilə gəlir belə. Əvvəl məsələn ancaq kişilər olurdusa tədbirlərdə. Mənsur da qeyd eləmişdi bunu. Sonra ailəsi ilə gəlir. Ailəsi ilə gəlir, uşağı ilə gəlir. Bizim festivallara, ya Karsent Coffee oldu 2 dəfə onun özündə. Yəni əvvəlki maraqla indiki maraq tamam dəyişilib, tamam fərqlidir. Bu da ki, yəni bu deməkdir ki, biz bazarmışıq, yəni bazarlıq. İnkişaf gedir bugünkü gündə, yəni eventlərdə. Bəs səncə bu eventlərin belə deyək də sahibləri, təşkilatçıları bunu bacara bilirlər səncə, yoxsa hansısa əksikliklər olur? Bacarırlar, yəni əksikliklər həmişə olur, çünki o yavaş-yavaş özləri onun üzərində işləyir, gələn dəfə səhv eləmir. Yəni olurdu da məsələn festival zamanı biletlə cəmaət girirdi. Yəni kimsə oradan-buradan gəlib girir, özünü ya maşınını soxmağa çalışır. Əvvəllər elə şeylər çox idi. İndi maksimum dərəcədə yol verilmir. Nəzarət edirlər o şeylərə, bəli. Bəli, sıradan hamı gəlib o eventə girsə tamam nə oldu? Yəni gözəlliyi qalmaz o eventin. Hər eventlərdən maşınları qurdalamasalar yaxşı olar. Bəli, heç kim yaxınlaşıb maşını necə yığmısan, necə əmələ gəlib soruşmur da. Biri gəlib spoilerini dartır, güzgünü var. Biri söykənir, biri batırır, biri əlizi qoyur. Eləmə də bunu. Yaxınlaşmır. Gəl yanında şəkil çəkdirirsə də. Yəni kapota çıxırlar, şalvarın dəmiri cızır maşını. Yox, düzdür. Yəni bunu heç kim pis başa düşməsin. Sadəcə olaraq çəkilən əziyyət var da avtomobilin üzərində. Yəni onu durub korlamaq, nəyisə eləmək heç bir avtomobil sahibinə xoş gəlmir. Yəni ən azından bunu nəzərə almaq lazımdır.
Yəni o hörmət olaraq, hörmətsizlik kimi olmasın deyə hörmət olaraq biraz yəni ehtiyatlı davranmaq lazımdır. Necə ki, hansısa muzeyə gedirik, eksponatlar var, orada məsəl üçün baxırıq eləyirik, heç kim toxunmağa imkan vermirlər. Çünki onların üstə əziyyət var. Restavrasiyasında əziyyət var, yeniləşdirməsində əziyyət var. Bu da həminki bir şeydir ki, yəni bunlara nəzarət olunmalıdır. Ümumiyyətlə o insanların da ora yaxınlaşmağında məncə bir nəzarət olunmalıdır. Hardasan? Biz bazardığımız qədər özümüz oluruq maşının yanında. Məndə bizə də maraqlıdır da, gəzirik dostlarla. Baxırıq, başqa yeni maşınlar olanda baxırıq, nəzarətsiz qalır. Nəzarətsiz qalan avtomobillər təbii ki. Gəlirsən ki, maşının hər yerində əl izləri var belə. Da cızılıb eləyib. Yəni mən bir dəfə də Park bulvarda olmuşdu, görmüşdüm mən o driftkarların sərgisini. Orada Narıncoğan drift var idi, 30 kuza var idi orada. Nə bildim. O maşının yəni gözümün qabağında lipinə ayaq qoyub səs-səslənən bir xanım var idi. Yəni prosta mən reaksiya vermədim, dedim düz çıxmaz belə. Amma ki əmisinin hər festivaldan sonra lipi qırılır, kimsə çıxır üstünə. Nə bilim. Məsələn bu şeylərə yol verilməsin. Valla sevilmir, xoş gəlmir. Hörmət olaraq o ola bilər ki, maşın kənarında durub səsləşdirmək, hansısa bir video çəkə bilərsiniz, hər hansısa bir vlog çəkə bilərsiniz, olar. Amma gəlib də məsələn toxunmaq eləmək, nəsəsini cızmaq, dağıtmaq, sındırmaq o heç bir kimə xoş gəlmir. Adam insan həvəsindən düşür. Nə bilim, maraq ölür. Çox nüanslar var da. İndi bunların hamısını burada açıqlamıram. Biraz ehtiyatlı davranmaq lazımdır. Bəs Fərəd, nəyə görə 92 kuza? Bir başa düşdüm, dedim mənə ki, əvvəldən aşağıdan bir modelkasını almışdım. Çox xoşdurdum bu modeli. Da elə oldu ki, sağ olsun dostlar məsləhət gördü. Azərbaycanda ikinci sahibiyəm. Yəni alanda 52.000 probegi var idi keçən il. Yəni baxılmış maşındır. Həm də ən sevdiyim tərəf odur ki, Azərbaycanda azdır. Yəni məsələn də gözümüz örgəşib şəhərdə eyni cür BMW-ləri görməyə çox F30, F10. Ya bunlar işte. Hətta 2 seriyalar da çoxalıb. Amma 92-93 kuzaları demək olar ki, azdır. Çox azdır. Onu sumarla qarşılana bilər. Həm də buna yeni proyekt kimi baxılır, düzdürmü? Proyekt əslində maşın zavod M-Sportdur, hər bir şey orijinal, yəni suspansiyon sistemi falan hamısı orijinal M-Sportdur. Bir tək buferlər sadə gəlmişdi. Mən orijinal MTEK paketə yığdım maşını. Orijinal disk qoydum. Arxa stopları restyle qoydum. Onlar da orijinaldır. Yəni avtomobili 335 paketə yığdım bir sözlə. Bunda da işlər görmüşəm. Xeyli müştəri hiss olunur. Çox şey paylaşmıram prosta. Paylaşmırsan. Məncə onlara bir icmal şəklində bir video rolik düzəldib paylaşsam məndə daha yaxşı olar. Hamıya bir məlumat kimi çatsın. Vaxt olmur da, özün bilirsən, burada olmuram. Nədə olmursan, işlə əlaqədar bəli, biraz kənarda olsam nəzərə almaq lazımdır onda. Amma ki, yəni o şeylər gözəl şeylərdir ki, məsəl üçün belə baxırsan qıraqdan, mən görsəm 92-ci bayaq da sən özünə demişdin ki, qıraqdan görsəm o qədər cəlbedici bir şey yoxdur da. Öyrəşmişik gözümüz cəlbedici bir şey olsun, nəsə bir görünüş olsun. İndi olmur. Hə deyirəm sən nə eləmisən ki maşın üstündə. Amma adam yanıb sökülürsə bu qədər iş görmüş. Yəni stop dəymi falan şey. Amma məsəl üçün bu diskləri elə mən nə qədər axtardım, uzun müddətdən sonra tapdım. Yoxdur, Azərbaycan azdır, yəni maşınların üstündə onlar da satmır. Başqa disklərlə alıb qoya bilərəm. Sadəcə maşınların demək olar əksər maşınlarda eyni disklərdir. Göz yorur, alırsan, qoyursan. Mənə maraqlı gəlir ki, heç kimdə olmayan və ya daha az olan bir şey qoyulmuşam maşının altına disk olmasın. Fərqlilik olsun. Fərqlilik olsun, bəli. Bəli, gözəl bir seçimdir o fərqlilik olmağı. Ona görə də yəni belə deyək, xüsusi toxunuşda olur maşına. 36-nın diskdə mən alanda demək olar 1-2 nəfərdə var idi. Sonra gördüm çoxaldı. Başladım öz tərzimə uyğun rəngini dəyişib, restavrasiya etməyə. Çox qəşəng çıxdı. Yəni maşına da yaraşır. Ümumiyyətlə ağ rəng, belə rəng maşınlara ağ rəng açır, diski qəşəng görsənir. Çox boğmaq da olmaz. Hamısı ümumiyyətlə nüanslardır. Onları çox adam elə gəlir, necə gəlir. Hamısını ağılla, nə bilim, düşüncə ilə, biraz məlumatla geniş araşdırmaq lazım. Araşdırmaq lazım. Bəli, məsləhətləşmək biraz şərtdir. Özü bilmə bilərsən çox şey. Mən də çiftə maşın alanda çox şey bilmirdim. Nə bilim, çox şeyə dəxilsiz bir şey eləmişəm. Sonra məlumatlarınıza baxdınız, elədikcə o ağılla insan gedir. O ona yığır. Tələsmək lazım deyil. Yox, xeyr, tələsmək lazım deyil. Çünki maşın proyekti elə bir şeydir ki, uzun illər davam edə bilər. Yəni sən bunu durub məsəl üçün bir an içində eləyə bilmərsən. Əlbəttə ki, mən bir maşını rəng vurmaqla maşını yığmaq olmur da. Yəni sən o rəngə uyğun maşına disk qoymalısan. Detallar qoymalı, bəli, faralardır. Orada tonları tutuzdurmalısan. Nə yorar adamı, nə yormaz, ya bu maşının üstündə artıq qalar ya yox.
Hamısına fikir verməlisən. Bəli, fitmentin tutulmağı maşının, pnevma qoyandan sonra disk nətər dayanacaq, hansı ölçüdə ona spacer qoymaq olar. Mən hərdən kommentlərdə yazırlar ki, maşın qara olsa daha yaxşı olar. Yəni bu maşın qara olsa, yəni adi bir maşın olar. Adi bir sadə maşın olacaq. Heç də görsənmir. Bu qədər tanınmazdı. Bəli, bəli. Azərbaycandan başqa qlobalda da maşını tanıyırlar. Çünki böyük səhifələr var, onlar izləyir. Yəni başqa ölkədə məndən neçə dəfə maşının rəng kodunu alıblar, vermişəm və prosesləri də mənə atırdılar ki, rənglətmişəm bu. Ya soruşurlar, stopu belə qoysam yaxşıdır. O mən özümə də xoş gəlir. Gözəl, xoşdur Yəni insan. başqa ölkələrdən yanaşma daha yaxşıdır. Çox insan həqiqətən adama xoş gəlir ki, yəni mənim elədiyim bir şeyi xarici ölkə eləyirlərsə, çox maraqla qarşılanır həqiqətən. Çox qəşəngdir. Yəni ümumiyyətlə yəni hamısı xüsusi toxunuşlardır da belə deyim ki, bugünkü gündə yəni başqa bir ölkələrdə bu maşına maraq var. Bəli. Çünki bu elə belə bir şey deyil. Maraq olmaya da bilərdi. Çox tuning edən var. Özün görürsən ki, bu dəqiqə ölkədə çox maşın tuning edirlər, amma maraqla qarşılanan var, qarşılanmayan var. Uğursuz proyektlər çoxdur, həddindən artıq çoxdur. Adam var alır zavod maşını, qaşıyır, çıxardır dəmirə. Amma elinə seyir axırda çıxardır ortalığa, görür ki, o maraq onu eləmir. Tökülən əziyyət də qalır qıraqda. Hamısı şərtdir. Valla puldur, zətdə hamısı qoyulur da, ayrılır. Arzun hansı avtomobil olur ki, məsələn ona sahib olasan da, məsələn, bugünkü gündə bunlar var, anlamaq olur. Amma ki, həmişə onu istəmirsən ki, ona sahib olasan və məqsədin də odur ki, onu almaq, yanına onu prosta arzu olaraq saxlamaq, başqa bir avtomobil almaq. O vaxtda danışalım. Qulaq asar izləyicilər. Yəni həmişə arzulayırdım ki, 39 kuz olsun məndə. Mən o maşını çox bəyənirəm. Restyle variant, 3 motor, ağ rəngdə, yaponka. Yəni mən onun xəyalı ilə böyümüşəm. İndi də görəndə baxıram yaxşı 39 görünür. Təəssüf olsun ki, azdır bizdə ölkədə. Yaxşıları çox azdır. Yaxşıları azdır, əlindən sayılacaq qədər bəlkə də azdır. Prosta ilk qismət elə oldu ki, yəni mən bunu aldım, büdcəm buna çatdı. 39-un yaxşısı 18-19 min arasıdır qiyməti. Daha o vaxtda daha çox idi mən deyərdim. İndi biraz azalıb. Demək olar eyni qalıb. 20 mindən yuxarı yol var, stok var. Hələ də arzu olaraq qalıb. Bəlkə də nə vaxt alaram. Başqa arzulara qalanda, yəni əlbəttə ki, BMW sürənlərin hamısının bir M arzusu var. M arzusu heç də hamımızın. Mən qarşılıq bəli, istəyirəm ki, təbii ki, atmosferik motor, turbo motor yox. Yoxdur, atmosferik. V10, V8-in o səsini eşitmək. O səsi başqa bir şeydir, bəli. Mən həqiqətən də arzularımın içində təbii ki, 92 M3 var demək. 39 M5 istəyərdim məsəl üçün olsun. Gələcək. Bir qarajımız olarsa, baxsa. Düzəsən bunu 39 M5 olar. 92 M3, 60 qız olur. M5. Ümumiyyətlə maşının arzusuda tuning eləyəndən o qaraj olur, belə televizor zətdir. İçində avtomobillər olur. GTA-da biz yığırdıq. Elə yada o vaxt eləyirdik. GT5-də də vardı o. Yığırsanız qarajı. Modlar yükləmişdim, BMW ilə doldurmuşdum qarajını. İş yazmışdım. 10 il əvvəl bəlkə də. Bəs Fərid, uzun illərdir ki, Metkirlə tanınırsan, bu yəni görsənir, çox adam tanıyır, dediyin kimi qlobalda da tanınır. Bəs Metkirlə bağlı gələcək planlar nədir? Satışa qoymuşdum, açığı satıram Metkirini. Çünki bildiyin kimi də işimlə əlaqədar mən buradan həftə sonları oluram. Bəzən olur ki, 2 həftədən bir gəlirəm. Maşınların ikisi də yatır. Yəni yatıb qalır heyf orada. BMW elədir ki, onu sürməlisən. Hətta yatanda biz ev olur ki, mən onu ay ərzində bir dəfə sürə bilirəm cəmi. Mən istəyirəm ki, bir yaxşı bir baxan adam, məndən də yaxşı bir baxan bir adam sahiblənsin maşını. Açıq hər adama satmaq istəmərəm. Hər adam hətta bilim ki, qədrini bilir, saxlayır da, yəni alıb bunu şərt pul deyil. Pis günə qoyacaqsa heç almasın, qalsın elə. Metkirin proyektində sonuna gəlmişik biraz çıxır ki. Demək olar hər şey eləmişəm. Bir şey qalmır. Düzdür, izləyicilərin bu kədərli xəbərdir əslində. Xoşuna, heç kimin xoşuna gəlməz. Mən də həmişə istəmişəm ki, məsələn, kimsə yığırsa demişəm satma onu. Qalsın. Və əlbəttə ki, o yeri həmişə görünəcək o maşının. Məncə də. Qismət prosta. Mən deyim, belə deyim də, eventlərdə, festivallarda bax o bu maşının göz həmişə axtaracaq. Çünki görmüşük axı, hər eventlərdə demək ki, iştirak eləyibdi. Özün olmasan belə, yəni görmüşəm çox yerdə ki, maşın. Yox, özüm burada olmamışam, maşın göndərmişəm. Maşın orada olubdu, mən görmüşəm də. Yəni heç vaxt göz axtarmayıbdı. Yəni görmüsən rahatdır. Amma elə bir şey bundan sonra gözlər axtaracaq. Tək ki maşına baxan adam qismət olsun. Qismət xeyirli verəm. Mən də onu istəmişəm həmişə ki, yəni maşın korlamasınlar. Çünki maşın gördüyünüz kimi gözəlliyi çox göz önündədir. Yəni nəsə artıq bir şey yoxdur avtomobildə. Amma da durub
Nəsə dəyişməmək düz gəlməz. Maraqlı disk qoya bilərlər. Hətta maraqlı nəsə disk ola bilər, hətta Mən eləmək fikrim var idi ki, salonu ağ rəng edeyim gələcəkdə. o Çünki yaraşar maşının daha da açılar rəngi. Bir də nə vaxtsa custom disk yığdırmaq istirdim. Hələ ki, onlar уже qaldı. ki şey düzdür, maşında olmağı yaxşı olardı. Bəli. Salonla ağ rəngdə olsaydı daha yaxşı olardı. Disklər custom qəşəng bir şəkildə bir disk, amma maraqlı bir disk. Yəni sıradan bazar disklər kimi bir şeylər yox, maraqlı bir. Yəni onu hətta tapmışdım da hansı maşının diskindən hansı şey ortaya çıxartmaq olar. Onu araşdırmışdım. Yəni alan adam istəsə ona yönəldə bilərəm ki, bu cür elə yaraşacaq. O kodları verə bilərəm ha. 100%. Bəs yaxşı, Mintgrini satsan, deyək ki, satdın da onda. Bundan sonra nə proyekt fikirləşirsən yığmağa? 92 başa düşdüm ki, indi biraz zavod qalar. Amma biraz belə deyim də, görünüşlü, abartılı biraz avtomobil yığmağı fikirləşirsənmi, yoxsa elə bu qalacaq, başqa maşın fikirləşirsən, belə bir şey. Məqsəd nədir yəni? Açığı elə bir fikrim yoxdur. Olsa belə biraz daha klassik model yığaram. Həm Amerikan klassiklərini xoşlayıram. Bunda bizim ölkədə yoxdur. Varsa da çox azdır. Varsa da çox azdır. Gətirmək də biraz çox bahadır. Çox bahadır. Düzdür. Nə vaxtsa qismət olsa bəlkə elə bir şey eləyərəm. Proyekt kimi ortağa çıx yığmağa da. İndi bilmək olmaz bu ki, gələn nəsə aldım elədim. O xəstəlikdir də özüm bilirsən. Bunu alanda demişdim mən istəmirəm, zavod vəziyyətində. Yox, mən də orada deyirik, amma olmur. Bir də gördüm söz. Temboldə yəni gözünün qabağında maş gedəndən sonra ümumiyyətlə göz axtaracaqsan ki, nəsə eləyim, alınmır. Mən maşına niyə baxmırlar sürəndə? O doğrudan gözəl. Maraqlı gəlmir. Maraqlı gəlmir. Təchizli olmalı. Yəni maşın hobbidir də, yəni pis işlə məşğul olmuruq ki, maşını yığırıq. Əlbəttə ki, kimisə ziyanımız dəymir. Pis vərdişlərlə məşğullərdən uzağıq. Maraqlı vaxt keçir də, istər-istəməz adam işləyir həftə içi, işin stresi falan. Gəlsən dincəlirsən. İstər-istəməz biraz işdən ayrı sahəyə də vaxt ayıranda adam beyni rahatlaşır. Bəlkə də başqa adamlarda fərqlidir, yəni məndə elədir. Adilə gəlib maşını yuduzduranda özün yuyursan, eventlərə falan gedəndə mənə maraqlı istirahət gəlir, o biraz fərqli olur. Mənə də həmçinin mənim üçün də elə gəlir. Həqiqətən adam dincəlir, başqa maşında görürsən, müəyyən insanlarla tanış olursan, danışırsan. Ən azından orada olan hamı ortaq bir cəhətin var da, amma maşından danışırıq. Çox iştirak elədiyin, ən çox səmimi, yəni sənin üçün gələn məncə Hyperdrive olubdu. Bəli. O haqqda qatıldığım klub. O haqqda nə danışa bilərsən? Məsələn, necə bir yerdir, necə bir qrupdur? İzləyicilər də bilsinlər. Necə bir Hyperdrive yerdir. Yəni mənim ilk qoşulduğum klubdur. İlk də festivalına qatıldığım. Onların kontingenti xoşuma gəlir. Tamam fərqlidir. Bəli. Həmişə yeniliklərlə gəlirlər, maraqlı tədbirlər edirlər. Mən Hyperdrive təzə-təzə yarananda mən Gəncədə işləyirdim. Yəni oradan hər dəfə festivala görə çıxırdım maşınla, elə bu maşınla, minlə. Gəlirdim festivalda iştirak edirdim, qayıdırdım. Yəni maraqlı və yəni ölkədə o cür tədbirlər olmurdu. Çox az olurdu. Şey var idi, ondan qabaq da var. Var idi, biraz bu ab-havası başqadır. Nəsə orada belə deyim də bizdə uşaqlar arasında hamıda səmimiyyət var. Gündəlik orada belə qrupda da söhbətlər edirik, bazardığımız qədər. Özüm də oradayım görürəm. Qapalı görüşlər də olur. Yəni çay süfrələri. Çay süfrəsi, yemək süfrəsi. Mən oradan dostlar qazanmışam, yəni. Elə indi də bir yerdə hər gün günümüz keçir Bakıda olanda. Hə, Fərid, eventlər haqqında onu demək istəyirəm ki, izləyicilər də qulaq assınlar, eşitsinlər, yaxın eləşsinlər ekrana. Fərqli kontentlərlə gəlirlər efirə. Yəni Drive Show Bakudan danışsaq, həm festival şəklində keçirirlər, həm də ki, orada drift qaraj iştirak edirlər. Biz də həmişə iştirak edirik Drive Show. Həmişə də həmişə orada oluruq. Həm də ki, onlar qiymətləndirmə edirlər. İndi bu bəzi eventlərin çoxsunda var, 3 hissəli gedir ortaqda, yəni şey, onların işi. O maraqlıdır orada, yəni həm elə öz tanıdığımız adamlar, yəni yoldaşlar deyək də, elə çıxırlar time ataka falan, biz də maraqla izləyirik. Günün istisində olsa belə, yayda olur. Orada yayılır adam. Amma yenə də maraqla biz otururuq. Şərait orada hələ əl verməsə də şərait, amma biz orada dururuq, yəni gözləyirik, baxırıq. Oranı da asfaltında yeniləsələr yaxşı olar. Asfaltı yeniləsələr, həm bir trek olsa. Bir döngə var ki, orada hamı asfalta qəza eləsin. Hə, mən bir dəfə orada yaşamışam o stresi. Yəni az qalmış
dəmirlərdən döndüm qayıtdım. O dərəcə oldu. 4-6 Yəni bir neçə maşın demək olar hər şeydə festivalda kimsə olur. Amma ən çox o siftə başlarına vaxtlar oldu. Ha, o da sürüşdə aşağıda getdilər, dəmirəcələ girdilər. Biraz o şeydə ehtiyatla davranmaq lazımdır. Məsələn, Constant Coffee var. Məsələn, o da bir gözəl bir, mən deyərdim ki, festival şəkildə keçirirlər. Bəli, maraqlıdır. Çünki orada tamam başqa bir şey. 2 dəfə olub ki, ikisində də iştirak etmişəm. Çox qəşəng, gözəldir. Yəni mən gedə bilməmişdim, dəvət almışdım, amma gedə bilməmişdim. İşimlə əlaqədar, amma çox bəyənirəm onu. Yəni hardasa belə Azərbaycanda 2, 3, 4 belə deyək də bu şəkildə festivallar var ki, bunlar hələ ki yaxşı gedir, maraqla qarşılanır, yaxşıdır. Çox olsa daha çox yaxşı olar. Avtomobil haqqında belə isti münasibətlər var. Bayaq biz videoya baxanda Fərisədə göstərmişdim. Orada bir isti münasibətlər var ki, biraz daha çox olsa daha yaxşı olur məncə. Əlbəttə ki, daha yaxşı olar. İndi tuning maşınları sürmək, yığmaq, gəzmək, onun özü də problem. Məncə ümumiyyətlə yığırıqsa məsələn bu şeylər tez-tez görüşüb eləsək məsələn hansısa nələrsə qarşılaşırıq. Düzdür, onlar olur. Maneələr var. Düzdür, maneələr var. Hardasa onları nəzərə almaq lazımdır. Çox olmağı, belə hər dəfə olmağı da yaxşı deyil. Çünki bəzən eyni festivallara gəlib eyni maşınları görürük, biraz maraqsız olur. Məsələn, axırıncı dəfə klassik kars oldu. İlk festivalları idi deyəsən. O mənə maraqlı gəldi, çünki görmədiyim maşınlar var idi orada. İlk dəfə idi görürdüm. O xoşuma gəldi. Amma bəzi festivallar var ki, daima gedirik, eyni adamlar, eyni şey. Yeni maşınlar, maraqsızlaşır. Yenilik yoxdur. Yenilik yoxdur, bəli. Bizdə maraqlıdır ki, kimsə maraqlı nəsə yığsın, gətirsin, baxaq. Düzdür, o da düzdür. Yəni olarmsa olmaz. Amma ki, belə deyim də, həm də o festival rəhbərləri məsələn əlavə festivaldan qıraq, məsələn karmitlər keçirsə, ondan sonra nə bilim, rayon yürüyüşlər keçirsə, hər hansı bir yerdə yığılıb biz yayda əvvəllər məsələn Sky Cinema Hyperdrive danışırdıq. Bir dəfə olmuşam orada gəlmişəm. Mən 2 dəfə iştirak etmişəm. Çox maraqlı keçirdi. Yəni təəssüf olsun ki, keçən il də olmadı, ondan əvvəlki il də olmadı. İnşallah bu il olar. İşlərlə bağlı biraz uşaqların da işləri çox idi, ona görə təşkil edə bilmədilər. Amma bizə çox maraqlı idi. Məncə daha elə xoş. Sən isti münasibət olurdu orada. Həqiqətən isti olur. Yəni festivalda olmayan isti münasibət bax orada olur. Çünki orada izləyicilər olmur. Özümüz oluruq, deyirik, gülürük belə. Yəni çox münasibət olan adamlar orada yığılır da, yəni çox gözəl olur. Pəs Fərəd belə deyək də, gənclərə bugünkü gündə məsələn tuning eləmək istəyənlər var, maşın maraqlananlar var. Sən özünə yazırlar, mənə yazırlar ki, mən maşını alsam nə qədər xərcim çıxacaq, çox xərcə salacaq məni, mən BMW almaq istəyirəm, necə bir şeydir belə maraqlanırlar da. Orada necə məsləhət görə bilərsən? İlk öncə məsləhətim olar ki, alanda yaxşı maşın alsınlar. Məsələn deyim də, çox ucuz alıb, əgər sən bunu başdan ayağa tuning eləyəcəksənsə, o sənə lap baha başa gələcək. Çünki ən azından maşının motor korobkası yaxşı olmalıdır, kosmetikası olmasa da olar, amma ən azından əzik, udar görməmiş maşın olmalıdır. Kuzası yaxşı olmalıdır. Çünki sən aldın lap, məsəl üçün deyirəm də, bir 4000-ə 5000-ə maşın, sən onu tuning eləməklə bərabər həm də başlayacaqsan ustalarda qalmağa ki, ay bu xodlanmadı, ay nəyisə xarab oldu, motorunu yığdırdım, o oldu, bu oldu. İlk, yəni başlayan adam üçün o çətindir. Məsələn, sən bilirsən, başın çıxır da, bu neçə ildir bu işin içindəsən, sən bilirsən, onu harda aparasan, tez aradan qaldırasan da problem. İlk başlayan adam üçün biraz olar çətindir. Bilməyəcək, nəyi necə eləsin. Məsləhətləşməyəcək, kimsə onu alladacaq, nə bilim, hansısa usta. Var elə ustalar düzdür. Gedəcək nəsə alacaq, alladacaqlar yenə belə bir şey. Ən azından araşdırmalısan. Araşdırsınlar, məsləhətləşsinlər, deyilən məsləhətə qulaq assınlar, yəni. Bəziləri var, məsləhət verirsən, gedir bildiyini. Həqiqətən var, mən tanıyıram buradan çoxdur ki, deyirsən belə, deyir yaxşı, deyir başqa bir şey eləyir, o da heç yaxşı görsənmir. Ümumiyyətlə cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Deyirsən bu spoileri sök də, bu ayıbdır, onu qoymaq olmaz. Bir disk olsun deyirsən, görsən yeri alıb yenə onu qoyubdu. Saxlayırlar. Amma sonra peşman olur ha, həmin adamlar. Mən maşını alanda bunun üstündə Fansfeld var idi də arxada. Yəni mən onu sökdüm sadə buferlə. Çox da qəşəng görsəndi. Məncə də. Məsələn, spoilerim çox hündür idi. Burada o sökülən də ortada dişlər olur, onu çıxardırsan. Onu çıxartdım, məncə bu daha yaxşıdır. Bunlar sərgər görsən əlbəttə, çox abartmaqla bir şey deyil. Çox abartmır da, biraz maşın minimalist. Bəli, elə daha çox görürsən. Yox, zövqlər həqiqətən də insan var ki, onu yığdığı maşınla, zövqlə yığdığı maşın Kiməsə elə olur, xoş gəlir.
məsləhət verməyə çalışırsan ki, bunu eləmə. Burada uduzarsan, falan şey eləmək olmaz. Və görsən ki, yox, öz bildiyini. Yəni biz onları keçmişik, ona görə başımıza gəlib hər şey. Hə, daha biz keçmişik deyə. Falan şey eləmə. Onca qulaq asmaq lazım, dinləmək lazım. Həm də maşın seçimində məncə biraz əsas qərar yəni ordadır ki, onu düzgün etmək lazımdır. Bəli, bəli. Maşın seçimi var ki, hansı ki, elə bir maşın seçsə, onun detalları tapılmaz. Bəli. Nə bilim, əlində qalar, qırlar, ellər, sınar, həvəsdən, yarıda həvəsdən düşərsən. Baxırsan ki, sənin nə qədər pulun çıxıb ortaqda, hələ bir şey eləməmisən. Yəni, bu da bir şərtdir. Maşın seçiminə ən çox yəni, önəm vermək bax odur. Mən özüm maşın satanda yəni, çox fikirləşmişəm ki, nə yığa bilərəm, nə ala bilərəm, nə ilə efirə çıxa bilərəm falan, hamı peşmişəm. Az sonra qərar verib bu maşını ucu almışam ki, amma bunu bacara bilərəm. Siz hamı 36 alıb yığırdı da bir müddət var idi ki. Yəni bunu bir neçə nəfər eləmişdi də yeri gəlsə, yəni məcbur deyil ki 36 yığasan. Başqa BMW modelində yığa bilərsən. Yenilikdir də, fərqlidir. Lap BMW olmasın, Mercedes olsun, başqa bir şey. Nə məcburdur yəni də durub onu ya eyni rəng olsun. Yəni niyə eyni rəng olsun? Mən bunu eləmişəm də. Yəni. Sən al imeni bu rəngdə elə. Yəni bu var da. Məncə də mənasızdır. Amma nə eləsə yəni efirə gəlməsində yəni öz zövqünlə, yenə də araşdırmaqla eləməklə qəşəng bir şey yəni çıxara bilərsən ortalığa. Rəngi ilə, salonun rəngi ilə. O qədər yəni maraqlı rənglər var ki, heç bu gücünə vurmur. Məsələn, çəhrayı rəngi 36 yığsın da biri. Məndə var xaricdə səhifədə qızlar var da. Bir dənə qəşəng 36-ları var, çəhrayı rəngdə yığıblar, sürürlər. Çox maraqlı. Orada qızlar da maraqlı tuniklər eləyir də, yəni. Bizdə yox, bizdə biraz başqa cür bir yanaşırlar. Ancaq gəlib baxım. O özləri təkər açır, bağlayır, hər şeyini sökür, dəyişir. Həqiqətən mən də fikir vermişəm. Yağına kimi dəyişir. Yağına kimi dəyişir də. Mən baxıram onları, izləyirəm doğrudan. Əslən qəsələ Tam yalan deyərəm, amma Yox, həqiqətən də çox işlər görürlər. Baxırsan qızlar ki, əli ayağı yağ, qəşəng saçını yığıb arxadan belə qəşəng belə necə girişir maşına, oradan mən özüm ərinirəm şəxsən maşının içi motor. Yox, mən eləyirəm, yox, mən marağım var. Adam var, hədə ərindirəm, adam var edirəm. Orada daha çox maraq var. Ümumiyyətlə orada avtomobil bələdiyyə çox inkişaf edibdir. Bizdə hələ indi başlayır. O çox yavaş-yavaş gedir də, mən belə deyirəm. İnşallah daha çox inkişaf eləyər. Əziz izləyicilər, verilişimizin sonuna yaxınlaşırıq. Fərid, son sözlərdə deyə yekunlaşdıraq verilişimizi. İlk öncə təşəkkür edirəm dəvətin üçün Kamran. Dəyməz. Mən bilirsən də, yəni heç bir çəkilişlərə falan getmirəm. Heç çox adam məni üzdən tanımır. Bu da bir nüansdır. Paylaşım eləmirəm də, çünki maşının səhifəsidir. Orada maşına aid şeylər paylaşıram. İkinci verilişdir ki, mən gəldim. Bir dəfə Hyperdrive-ın elə 1 dəqiqəlik orada qısa metrajlı videorolik idi. Reels var idi, orada çıxış eləmişdim. Bir də budur. Yəni işlərinizdə uğurlar. Çox sağ minnətdaram. Davamlı olsun. Maraqlıdır həqiqətən. Çünki ən azından avtomobil sahiblərini həm tanımış oluruq, həm maşınları tanıyırıq, həm üstündə çəkilən əziyyətləri bilirik ki, kimin əziyyətidir. Danışılır, bəli, danışılır. Bəli. Avtobox verilişində əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Kamrandır, kadr arxasında Ömərdir. Şərait yaratdığı üçün Şuşan qardaşımıza təşəkkürlər. Doğrudan yəni mən bura açılandan maşınları ancaq burada yuduzdururam. Həqiqətən çox mükəmməl təmizləyirlər maşınları. Yəni adam həvəsi gəlir, bir salondan indi çıxıb doğrudan elə görsən. Çox keyfiyyətli işdə görürlər. Bir neçə dostlarımızı da yönəltmişəm, ancaq bura gəlirlər. Doğrudan keyfiyyətli yığılır maşınlar. Əziz izləyicilər, bugünkü bölümümüzün də sonuna gəldik. Qonağımız Fərid idi. İnşallah gələn görüşlərə qədər özünüzə yaxşı baxın. Ən əsaslı onu deyə bilərəm ki, izləmədə qalın. Sağ olun.